Ya Allah, Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Gəlmişik Cəlilabad rayonunun Dələli kəndində Üçqəbir Piri. Üçqəbir Pirindəyik. İnşallah buraları çəkib göstərim, ziyarət edəcək Allahın izni ilə. Buranın da tarixi, yəni 1959-da Zərifə xanım tərəfindən 12 yaş olanda yuxuda görür və yuxuda bir nurani şəxs onu oyadır və deyir ki, aparır əli ilə onların həyətlərində olan bir balaca bir əkin sahəsində bir yer göstərir, işarə eləyir və deyir ki, buranı qazın. Və Zərifə xanım evə qayıtdıqdan sonra ailəsinə o haqda danışır, ona inanmırlar. Hətta yəni ki, qulaq asmaq istəmirlər və nəticədə həmin yeri qazdıqları zaman həmin yerdə 3 dənə qəbir, 2 oğlan, bir qız tarixdə qeyd olunub ki, bu da İmam Musa, 7-ci İmamımız İmam Musa Kazımın nəvələrindən olan, İmam Rıza əleyhissalamın övladlarından olan Yunis, Yusif və Siddiqənin qəbirləridir və orada sonradan möhtəşəm qəbirlərin üstü möhtəşəm bir şəkildə düzəltdirilir və məqbərə halına salınır və tarixdə qeyd olunub ki, Sovetlərin dövründə qadağan olunan ziyarətgahlardan da biri bura olub və dəfələrlə istəyirlər ki, dağıtsınlar, lakin qorunulub, saxlanılıb. Və inşallah biz gəlmişik, buranı ziyarət eləyək. Burada da imamların övladları yatır. İnşallah çəkib göstərəcəm içərini də və gedirik ziyarət eləməyə. Belə böyük bir gözəl məsciddir. Daxil oluruq içəriyə. Ziyarətgah. Buradan daxil oluruq içəriyə. Allah. Ayakkabılarımızı çıxardırıq. Ayakkabılarımızı çıxardırıq burada. Daxil oluruq içəriyə. Burada yer vardı. Ya burada da. Namazgahdır, namaz yeridir. Cəlilabad İmamzadə, İmam Musa Kazımın nəvələri. Esselamu Aleyküm ve Rahmetullah. Bəli. Bizim Üçqəbir Piri. İmam Musa Kazımın nəvələri. Üçqəbir Piri burada yerləşir. Bunlar şəhidlərin rəsmləridir. Bunlar qədim Quranlardır, qədim kitablardır hamısı. Şöyle 3 dənə qəbir burada var. İmam Rıza'nın övladlarından olan Yusif, Yunis və qız övladı Siddiqənin qəbridir. İmam Rıza əleyhissalamın İmam Musa Kazımın nəvəsi qərib ağa İmam Rıza'nın övladı Həzrəti Yusifin qəbridir. Digəri
Həzrəti Yunisin qəbridir, bir də Siddiqənin qəbridir. Orada da İmam Rızanın övladı Həzrəti Siddiqə. O Siddiqədir, o da Yunisdir. Qadındır. Bir də Kişi, bir qadın. kişi yox, bunlar uşaq olublar. Zaten yaşlı. Bu Yusifdir, o Siddiqədir, o da Yunisdir. İki oğlan nəvəsi, bir dənə də qız nəvəsi. Bu indi İmam Rıza'nın saydı, yoksa Musa Bu Kazım'ın Musa Kazımın nəvəsidir. nəvəsidir. İmam Rıza da Musa Kazımın oğlu olur. Bilirəm də. Yəni bu İmam Rıza'nın özü uşaqları saydı, Bəli, övladları saydı. bəli. İmam Rıza əleyhissalamın övladlarıdır. Ha. Övladlarıdır. Bu da Həzrəti Yunisin qəbridir. Bir daha göstərirəm. Yaxından göstərirəm. Həzrəti Yusifin, Həzrəti Xanım Siddiqənin və digər də Yunisin qəbridir. Allah hər üçünə rəhmət eləsin. Ruhları şad olsun. Ruhlarına salavat edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Belə deyir. Ziyarətgaha çevrilir. Bəli, budur. İmam Rıza'nın övladlarının qəbri. Üç qəbir piri. Günbəzi də gözəl Quran yazıları ilə bəzədilib. Allah Muhammed, Fatimə, Həsən, Hüseyin adları ilə. İnsanlar gəlirlər, ziyarət eləyirlər, niyyət eləyirlər. Burada bir quyu da olmalıdır, niyyət quyusudur. Su köpükləndiyi zaman, su qaynadığı zaman niyyətlərinin qəbul olunduğunu düşünürlər. Allah bütün ziyarətgahlarda ziyarət edən ziyarətçilərin ziyarətlərini qəbul eləsin. Amin. Elə. İstədim ki, çəkəm, göstərəm sizlərə. İstəsəniz sizlər də gəlib buralarda, gözəl məkanlarda bu gözəl məsumları ziyarət edə bilərsiniz. Allah özü qəbul eləsin ziyarətimizi. Amin. Buranın təməli 1959-cu ildə qoyulub.